Hər vaxt xeyir olsun değerli izləyicilərimiz. Dekabrın 30'udur və qarşıda yenilgə, yeni münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Gəlin baxaq qızıl nələr baş verdi qızılda. Yəni bildiyiniz kimi dünən Didi drop down baş verdi. Yəni təqribən $250 enişlə nəticələndi və traderlərin 99% bundan istifadə bilmədilər. Çünki bir çox traderlər yəni alış əməliyyatlarını verdilər ki qalxacaq. Nəysə biz alış əməliyyatlarını dünən birinci alış əməliyyatlarımız bizdə 4300'lərdən gəldi. İkinci alış əməliyyatları isə biz dərc etdik siqnal kanalında və $150-200 qalxışla 4330'larda hal-hazırda demək $42'lıq bir qalxış var. Hələ ki biz gözləyirik. Yəni take portlarımız 4520'lərdədir və təbii ki 4340'larda sığortalamışıq. Və yuxarı doğru hədəfi, ilkin hədəfi 4403'lər, ondan sonraki hədəfi isə 4432'lər və 4481'lər və biz təbii ki ən sonunu 4520'ləri və ondan daha yuxarı 4550'ləri gözlədik. Təbii ki biz bunu Telegram siqnal kanalında dərc etdik səhər saatlarında. Dedik ki və yəni $150-200 qalxış gözləyin. Çünki ilin sonudur. Bu mükəmməl bir nəticə olar. Yəni fantastik, yəni ili mükəmməl bir deyək ki nəticə ilə bağlayarıq inşallah bu gün. Deyək ki dekabrın 30'udur. Hələ ki demək artıq $45 bir yüksəlişlə nəticələnir. Yəni mükəmməl bir nəticədir. Yəni təbii ki buna dəyər.